Bugün sizinlə cəmiyyətdə açıq şəkildə müzakirə olunmayan, bir qədər mübahisəli və diskusiyaya açıq bir mövzudan danışmaq istəyirəm. Bu, darıxmaq hissidir. Bu fenomen nə qədər geniş yayılmış olsa da, müasir cəmiyyətimizdə nadir hallarda açıq şəkildə müzakirə olunur. Obyektiv şəkildə son illərə nəzər salsaq, məhsuldarlıq kultunun getdikcə gücləndiyini açıq-aydın görə bilərik. Sosial şəbəkələrdə, Instagramda, TikTokda son vaxtlar artan şəkildə özünü uğur və məhsuldarlıq nümunəsi kimi təqdim edən insanlar çoxalır. Bu insanlar əsasən cavan, 18 yaşlı dollar milyonçuları kimi təqdim olunurlar. Təbii ki, Dubayda yaşayırlar və həyat tərzlərini göstərirlər. Günəş doğarkən məşq, 1 saatlıq qaçış, 2 saatlıq meditasiya, soyuq duş, bir kitabı başdan sonra oxumaq, xarici dilləri öyrənmək, iş görüşləri, yeni layihələrə start vermək və bütün bunları günortadan əvvəl çatdırmaq. Bu cür uğur təsviri sosial şəbəkələrdə izləyən insanlarda özlərini natamam hiss etməyə, sanki heç bir əhəmiyyətli iş görmədiklərinə və məqsədsiz olduqlarına dair inam yaratmağa başlayır. Nəticədə insanlar hər dəqiqələrini hansısa fəaliyyətdə olmaqla doldurmağa çalışırlar. Bu fəaliyyətlər məhsuldarlıq idealına təqlid edir. Lakin əslində çox zaman dəyərsiz və faydasız işlər olur. Bu isə insanın nəticə etibarilə dərk etməsinə gətirib çıxarır ki, o bütün səylərinə baxmayaraq heç bir əhəmiyyətli nəticə əldə etməyib. Bu idrak məyusluq yaradır. Tükənməyə, depressiyaya və həyat marağının itməsinə səbəb olur. Bu girişin köməyi ilə sizi bu gün danışmaq istədiyim əsas mövzuya gətirmək istəyirəm. Öz həyatınıza, son günlərinizə bir nəzər salın və özünüzə sadə bir sual verin. Siz nə qədər tez-tez heç nə etməməyə, sadəcə beyin boşaltmağa, düşüncələrinizin sərbəst dolaşmasına icazə verirsiniz. Müasir məhsuldarlıq kultunun hökm sürdüyü dünyamızda belə anlar çox vaxt lazımsız və təhlükəli hesab olunur. Çünki bu, uğurlu insanlar cəmiyyətindən kənarda qalmaq riski kimi qəbul edilir. Lakin buna baxmayaraq, bir çox insan belə şüurlu düşüncə anlarını təcrübə etsə də, çoxları üçün bu darıxdırıcı və mənasız görünür. Cəmiyyətimizdə darıxmaqdan və tək qalmaqdan qaçmaq meyli formalaşıb. İnsanlar heç nə etməmək əvəzinə istənilən işi görməyə üstünlük verirlər. Hətta bəzən fiziki ağrı belə sıxıntıdan daha az qorxuducu görünür. Əgər düşünürsünüzsə ki, heç bir ağıllı insan darıxmaqdan xilas olmaq üçün özünə ağrı verməz, çox yanılırsınız. ABŞ-ın Virginia Universitetində sosial psixoloq Timothy Wilson'ın rəhbərliyi ilə aparılan bir tədqiqat bu sahədə maraqlı nəticələr verib. Eksperimentdə yüzlərlə könüllü tələbə iştirak edib. Onlar 5-15 dəqiqə ərzində tək başına heç bir əyləncə və xarici qıcıqlandırıcı olmayan otaqlarda qalmalı idilər. Yəni sadəcə öz düşüncələri ilə baş-başa. Nəticədə çoxları bu vəziyyəti darıxdırıcı və mənasız hesab etdi. Sonrakı mərhələdə otağa bir düymə qoyuldu. Bu düyməyə basdıqda az miqdarda elektrik şoku verilir. Yəni bir qədər fiziki ağrı hiss olunur. Nəticədə kişilərin 67% və qadınların 25% sadəcə düşünməkdənsə özlərinə bilərəkdən ağrı verməyi seçdilər. Bu tədqiqat müasir insanın daim məşğul olmaq və filmlərlə tək qalmaqdan yayınmaq ehtiyacını ortaya qoyur. Sosial şəbəkələr və ani məlumat axını səbəbindən biz ideallarımızı təhlil etmək, keçmişi düşünmək və gələcəyi planlaşdırmaq əvəzinə sonsuz informasiya istehlakına dalırıq. Bu isə bizi şəxsi inkişafdan uzaqlaşdırır. Psixoloq Sandy Mann qeyd edir ki, tək qalmaq və sıxıntı yaratmaq yeni ideyaların yaranmasının əsasını təşkil edir. Bu hallar ən çox monoton və avtomatik işlər zamanı baş verir. Belə vaxtlarda bədənimiz işləyir. Amma beynimiz sərbəst qalaraq yeni ideyalar formalaşdırır. Amma cəmiyyət bizə belə imkanları demək olar ki, vermir. İnsanlar səssizlikdən və düşüncələrdən qaçırlar. Araşdırmalara görə, orta statistik insan gündə təxminən 100 dəfə telefonunu yoxlayır və bu bizim diqqətimizi real həyatın mənalı hisslərindən yayındırır. Mən müasir texnologiyaları və sosial medianın faydalarını inkar etmirəm. Çünki bu vasitələr həyatımızı asanlaşdırır. Amma əyləncə bolluğu bizi dərin düşüncə və özümüzü tanımaq imkanından uzaqlaşdırır. Alman psixoloq Theodor Lipps darıxmanın zehni aktivlik ehtiyacı ilə stimulların olmaması arasındakı ziddiyyət kimi təsvir edir. Sıxıntı zərərli deyil, əksinə yaradıcılığın başlanğıcıdır. Bugünkü darıxdırıcı anlarımızda etdiyimiz şeylər, sosial mediada beyin avtomatik gəzintilər bizi sadəcə stimullaşdırır.
amma əslində sıxıntını daha da dərinləşdirir. Nəticədə isə daha çox stimula ehtiyac yaranır. Bu bizi çıxılması çətin bir dairəyə salır. Lakin monoton işlər zamanı insanlar tez-tez gələcəklərini düşünür, keçmişi təhlil edir və qərarlar qəbul etməyə çalışırlar. Amma daim xarici stimullarla məşğul olan bir zehin bunu edə bilmir. Biz gələcəyimiz, məqsədlərimiz haqqında dərin düşünməyə vaxt tapmırıq. Bir çox yaradıcı insanın gündəlik rejimini araşdıraraq belə nəticəyə gəlir. Sıxıntı zehni sərbəst buraxır və bu yaradıcılığı stimullaşdırır. Odur ki, əgər növbəti dəfə TikTokdan videolarla sıxıntınızı dağıtmaq istəsəniz, bir anlıq dayanıb ətrafınıza baxın. Düşüncələrinizin sərbəst axmasına icazə verin. Ola bilsin ki, bu anda beyniniz sizi təəccübləndirsin. Videoya baxdığınız üçün təşəkkür edirəm əziz dostlar. Əgər bu məlumat sizin üçün faydalı və maraqlı oldusa, videonu bəyənin. Daxilinizdəki potensialı kəşf etməyi və onu həyata keçirməyi arzu edirəm. Uğurlar və tezliklə görüşərik. Hələlik.